Beləliklə, Azər Zeynalov, Respublikamızın xalq artisti, Samir Cəfərov, Respublikamızın xalq artisti və Vətən müharibəsi iştirakçısı Atəş Qarayev indi hal-hazırda səhnədə olacaqlar. Atəş Qarayev həm də opera balet teatrının solistidir. Hal-hazırda səhnədədir. Amma vətənin müdafiəsinə qalxmaq lazım olanda Atəş də əskər qardaşlarımızın yanındaydı. Bugün isə onlar bizim Azərbaycanımızdan bəhs edən gözəl bir əsərlə yurdum, yuvam, məskənim sən Azərbaycan deyəcəklər. Gürültülü alqışlarla bizim sənətkarlarımızı səhnədə hamımız qarşılayaq və yenə növbəti dəfə qürurla yurdum, yuvam, məskənim sən Azərbaycanım deyək. Zəfərin mübarək olsun Azərbaycan. Azərbaycana qələbə yaraşır. Özün kimi vüqarlı duruca dağları, üstüne bir yaraşıqdır yaşıl bağları. Bizimle bir başlamıştır güzel çağları. Yurdum yuvam məskənin sən Azərbaycan, anam doğma vətənin sən Azərbaycanım. Yurdum yuvam məskənin sən Azərbaycan, anam doğma vətənim sən Azərbaycanım. Erdilir ki tükənməyən sərvətin vardır, sinən üstü ağbambıl gen tarlalardır. Vurulların göy xəzərdə qadar qatardır. Yurdum yuvam məskənim sən Azərbaycan, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycan, anam doğma vətənim sən Azərbaycanım. Galip ölkəmdeyim, azadsan deyim, yiğitdeyim, gürur deyim, qəhrəman deyim. Dökriyatda ucaldılan bayrağım deyim. Yurdum yuvam məskənim sən Azərbaycanım, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycan, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycan, anam doğma vətənim sən Azərbaycanım. Yurdum yuvam məskənim sən Azərbaycan, anam doğma vətənim sən Azərbaycanım. Azərbaycan.